Salam dostlar, bugündən SQL dərslərindən başlayırıq. Düşünürdüm ki, əvvəlcə LeetCode suallarını təkcə izah eləyərəm, yəni SQL haqqında e, yəni bazı dərsləri izah etmərəm, amma fikirləşdim ki, bazı dərslərini də izah edim. Bəzilərimiz SQL haqqında heç nə bilmirik deyə bu sizə məlumat verici videolar olar. Mən çox nəzəri danışmayacağam, yəni SQL nədir, baza nədir, bunları danışsam çox vaxt gedəcək. Mən yəni qısa-qısa sorğu necə yazılır, necə həll etmək lazımdır. LeetCode-da sorğu yazmağı öyrədəcəm burada. Yəni ilkin baza biliklərini verəcəm. Ətraflı məlumat üçün sizə müəyyən yerlər verərəm. Nəzər hissələri oxuyarsınız. Deməli, bugünkü dərsimizdə biz verilənlər bazasının yaradılması haqqında danışacağıq. Verilənlər bazasının yaradılması iki cür olur. İstəsək əllə, yəni manual şəkildə, istəsək kodla, yəni sorğu ilə də yarada bilərik. Əvvəlcə gəlin əllə yaratmağı öyrədək. Baxın, bu bizim SQL, MS SQL serverimizdir. Burada açılanda database hissəsinə giririk. New database edirik. Bir də burada danışım. Deməli, bəziləriniz deyəsiniz ki, bəs Oracle SQL mən öyrənmək istəyirəm, bir deyir də MS SQL öyrənmək istəyirəm. Əslində deyək ki, burada istifadə edilən SQL dili 98%, 99% eynidir. Sadəcə bir-iki dənə dəyişiklik var. Məsələn, Oracle-da len başqa cür yazılır, burada başqa cür. Burada məsələn indiki tarix get date yazılır, orada system date yazılır səhifələrindən. Belə. İndi əgər vaxtım olsa, həm Oracle üçün, həm bunun üçün də qoyacağam. Yəni o qədər bir fərqi yoxdur, onu demək istəyirəm. Hələlik MS SQL-in interfeysini bəyəndiyim üçün bunu da izah edəcəm. İndi Oracle-da da inşallah imkan olsa orada da eləyərik. Okay. Keçək database hissəsinə. Database hissəsində yeni database yaratmaq istəyirik. Sağ düyməyə klikləyirik. New database yazırıq. Basırıq. Bu hissədə təkcə database name, yəni verilənlər bazamızın adını nə qoyaq? Mən adnusu qoyuram. OK. OK-yə basdıqdan sonra avtomatik orada yaradılır. Baxın, bu bizim bazamızdır. Bazamızı yaratdıqdan sonra cədvəllər yaradacağıq. Bu dərsdə deməyəcəm daha doğrusu. Baxın, hələlik bizim cədvəlimiz yoxdur. Bu bizim əllə yaratdığımız idi. Gəlin bir də kodla yaratmağı öyrədim. Kodla yaratmaq üçün create database name. Bu strukturdan istifadə edəcəyik. Nə deməkdir bu? Create database. Database yarat, database'in adı. Aha. Create database yazandan sonra biz bizim database'in adını qoymalıyıq. Nə qoymuşuq? Burada adnusu qoymuşuq. Burada adnusu alt xətt 1 qoyaq. Burada da execute də eləyə bilərsiniz, Ctrl-Y də eləyə bilərsiniz, F5 də eləyə bilərsiniz işləməsi üçün. Baxın. Hazır. Aha, gördünüz, bura düşmədi. Bura düşməsi üçün database hissəsinə gəlib sağ düyməyə klikləyib refresh eləmək lazımdır. Refresh etdikdən sonra gördünüz adnusu 1, adnusu. Hər ikisi də düşdü. Yəni gördüyünüz kimi database-i yaratdıqdan sonra bu hissəyə əlavə edilir. Yəni iki yolumuz oldu. Bir əllə, new database, bir də sorğu ilə. Fərqi varmı? Xeyr. Amma məncə sorğu ilə yazmaq daha yaxşıdır. Daha yaxşı görsənir. Rahatdır mənim üçün. Yəni siz də istədiyinizi eləyə bilərsiniz. Database niyə yaradırıq? Database yaradırıq ki, biz ora cədvəllər əlavə edək. Məsələn, bizim adnusu databaseimizdə deyək ki, 5 dənə cədvəlimiz olacaq. Tələbələr, fənlər, müəllimlər, nə bilim, başqa bir cədvəllər də ola bilər. O cədvəllərin hamısı bir bazanın içində olur. Məsələn, fabrik deyə bir cədvəlimiz olur. Fabrik ilə adnusu tamam fərqli cədvəllərdən ibarət olacaq. Yəni fabrikdə fabrik silah haqqında məlumat olacaq, adnusu bazasında adnusu aid olan məlumatlar olacaq. Bugünkü dərsimiz bu qədər idi. Burada database yaratmaqda bunları bilsəniz sizin üçün bəs edər. Təşəkkür edirəm. Sağ olun.